Ötən ay nə ilə yadda qaldı? Ayın önə çıxanları nələr oldu? Noyabr ayında qlobal bazarların gündəmi həm statistik göstəricilərlə, həm də geosiyasi gərginliklərlə formalaşdı. Amerikada uzun müddətdir davam edən shutdown prosesi nəhayət yekunlaşdı. Lakin gecikmiş statistik rəqəmlər və maliyyə büdcəsi fonunda investorların risk iştahı zəiflədi. Dollar ay ərzində güclü mövqelərini qoruyub saxlasa da, federal ehtiyatlar sisteminin faiz qərarı ilə bağlı gələn qarışıq siqnallar dünya birjalarında volatilliyi artırdı. Avrozonaya noyabr ayında iqtisadi göstəricilərin zəifləməsi ilə yadda qaldı. Belə ki, ümumdaxili məhsulun proqnozlaşdırılandan aşağı açıqlanması həm avronun dünya birjalarında dəyər itirməsinə, həm də regionda resesiya ehtimallarının yenidən gündəmə gəlməsinə səbəb oldu. İngiltərədə açıqlanan statistik rəqəmlər isə istehlak xərclərinin yavaşladığını və iqtisadi aktivliyin gerilədiyini göstərdi. Qızıl isə baş verən proseslər fonunda güvənli limana tələbin artması və dolların dünya birjalarında bahalaşması səbəbilə qərarsız hərəkət etdi. Dünya birjalarında risk iştahında baş verən dəyişikliklərə ən həssas reaksiya verən isə kriptovalyutalar oldu. Bitcoin və digər aparıcı coinlər ayı geniş diapazonda dalğalanma ilə tamamladı. Beləcə noyabr ayı dünya birjalarında qeyri-müəyyənliklərin olduqca yüksək və bazar sentimentinin həddindən artıq həssas olduğu bir dövr kimi yadda qaldı. Siz də dünya birjalarında analiz vərdişlərinizi inkişaf etdirmək istəyirsinizsə, buyurun bizim kurslarımıza yazın.